Odur ki, bəzən uşaqlar sizin dediyiniz kimi öz fantaziyasına əsaslanaraq ananın və yaxud da atanın hər hansı bir qadağasını və yaxud da hər hansı bir haqlı, əsaslı tələbini bir qanunsuzluq kimi, ona fiziki, mənəvi, bəzən təsir kimi qiymətləndirə bilir. Təbii ki, yerli icra hakimiyyətinə və yaxud da bayaq dediyimiz kimi Ailə Uşaq Komitəsinə və ya digər orqanlara uşaq belə bir şikayətlə çıxış etmiş olsa, həmin orqanın mütəxəssisləri artıq valideyndən çıxır kənara, xüsusi biliyə malik olan bir şəxs, artıq mütəxəssisləri bu situasiyanı qiymətləndirirlər. Əgər müəyyən eləsələr ki, burada hər hansı bir qanunsuzluq təbii ki var, bu halda aidiyyatı üzrə müvafiq qaydada müraciətlər olunur. Bu hüquq mühafizə orqanları ola bilər, cinayət tərkibi varsa və yaxud da məhkəmələr və s. ola bilər. Yox, hesab eləsələr ki, burada hər hansı bir, belə deyək də, haqsız irad, haqsız təsir və ya haqsız tələb yoxdursa, bu halda təbii ki,